Həmin sazaqlı dekabr günlərində bax orada, Arazın o tayında, Xudafərin körpüsünün üstündə adam əlindən tərpənmək olmurdu. Bunlar İran qoşunlarının təqiblərindən salamat qurtarmış milli fəallar və onların ailələri idi. Ancaq Sovet sərhədçiləri onları bu taya buraxmaq istəmirdilər. Yalnız Sovet Azərbaycanının rəhbəri Mircəfər Bağırovun Stalindən dəfələrlə xahişindən sonra dekabrın 12-sində Culfa, Xudafərin, Biləsuvar və Astara sərhəd məntəqələrinin açılmasına icazə verildi. 2 gün ərzində 5295 adam, ümumilikdə isə 9000-dən artıq cənublu soydaşımız Şimali Azərbaycanda sığınacaqlardı. İndi həmin faciəli günlərlə bağlı 2 maraqlı sənədi sizə göstərmək istəyirəm. Birinci sənəd milli hökumətin Şimali Azərbaycana pənah gətirmiş rəhbər şəxslərinə xüsusi maaşların təyin edilməsi ilə bağlıdır. Burada Seyid Cəfər Pişəvəriyə və Badikan Sadığa 2000 manat, qalan şəxslərə isə müxtəlif məbləğlərdə aylıq maaş nəzərdə tutulduğu göstərilir. İkinci sənəd isə bəzi rəhbərlərin və onların ailə üzvlərinin Bakıda işlə təmin edilməsi ilə bağlı tərtib edilib. Onlar müxtəlif peşə sahibləridir. Burada Azərbaycanın tanınmış yazıçıları və şairləri Mədinə Gülgün, Hökümə Billuri, Əli Tudə, Abbas Pənahinin də adları var. Ən dəhşətlisi isə o idi ki, Seyid Cəfər Pişəvəri Şimali Azərbaycana gəlişindən düz 6 ay sonra 1947-ci il iyunun 11-də müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu.